Biz şey yapalım. Sen de şöyle deniz kenarına doğru bekleyelim. Ha? Sanki hiç çocuğumuz yok. Hiç derdimiz yok. Ben sana bir sade ısmarlayayım. Hiçbir sıkıntı yok. Geçiyorum sen. Hadi canım. Sen olmasaydın ne yapardın? Hadi bakalım. Başına da parçalı. Ekran görüntüsünü beğenerek dostlar, akşamınız xeyirlər olsun. Abi. Çok şükür. Dur bakalım şimdilik yani saldılar da. Nasıl yani? Şimdilik derken? Hakim tutuksuz yargılama talebinizi onayladı. Ekran görüntüsünü gözəl barmaqlarınızla belə tıklayın. Cibinizdən pul getmir. Bax 3 dənə like kimsə qoy. Mən qoya bilərəm ya like özümə. Sadəcə mən özümə like qoysam spamlanacaq. Ona görə o gözəl barmaqlarınızla belə tık eləyim. İnanın ki cibinizdən pul getməyəcək. Bax belə tık. Bir ikisini amma spamlanacaq. Belə. Ekran görüntüsünü beğenək. Mən də burada kardelənlərə baxa çay içəcək və sizlə oturum. Birbirimizle polise teslim edildi. Hatırladım ilk öyle yaptım. Teşekkür ederiz. Benim gitmem gereken telefon numaram sizde var. İşim halinde olalım. Bir şey olursa ararsınız. Görüşmek üzere. Geçmiş olsun. Hoşçakalın. Senin yüzünden oldu. Ekran görüntüsünü tıklayın. Geçen beğenin. Tamam ben söyleyeyim. Yeter mi ya? Vallahi sıkmayın bana. Yeter ya. Benim salak. Bir de üstüne dolandırılmışsın. Haberi yok. Bilerekler değil mi? Alttakiler de bak yanındakiler arayanlar değil mi? Bu telefonu yazı gəldi. Bir lazımsız adam idi qonşuluqda. Onu deyirdim. Hala bağırıyor. Hadi ses. Yürü. Ben o tarafta. Yürüyeceğim abi ben yürüyerek. Ne olur yürü ya. Ne olur yürü. Tamam olsun. Kardelənlərə baxırsınız. Ben nasıl bir karakter? Kardelənlər mənə kardeşləri xatırladı. Mən elə bir ki, kardeşlərin 1-ci sezonunun 14-cü seriyasını qalmışdım. Sonunda 1-ci sezona 3 saat ərzində verdilər. Baxdım. İndi gözləyirəm o 2-ci, 3-cü, 4-cü, 5-ci neçə sezon var hamısını 3 saata versinlər. Alınmır reis. Salam Papatya xanım, yaxşıyam. Siz necəsiz? Tamam. Çok geçmiş olsun. Öpüyorum seni. İyi geceler. Kahraman sana bizi bırakmışlar. Sahibi. Beğendim. Sevgili anneciğim teşekkür bile çok gördüm. Kim dayanık? Tamam. Canım sen benim kusuruma bakma. Yani annem son zamanlarda bir değişik davranıyor. Huyu değişti yani bir azarlama. Həmişə istəmişəm belə qəşəng kitab rəsmim olsun, kabinetim olsun, belə qəşəng. Arkadaki fon kimi. İnşallah ya qismət. Prosta həm düzəltdirməyə maddi imkanım yoxdur. Fikirləşəm evdə haraya edeyim. Evimiz elə də böyük deyil. Baxırsınız 80 kvadratda. Amma ən çox koridor tutur da. Hiç kreditimi kurtarmamışam hələ. Çox sağ olun Maria, təşəkkürlər canım. Teşekkürler hediye için. Teşekkür ederim. Bereket ruhunuz bol olsun. Yani ailem adına özür dilemekten vermiyorum. Maria deyəsən Nika'dır. Hə, Nika'dır. Mən də deyirəm Maria tanış gəlir. Nika canım teşekkürler. Teşekkür edirəm canım mənim hediye için. Teşekkür ederim. 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 Teşekkür
Hə, həm də şey eləməmişəm. Yaşlıyam canım, siz necəsiz? Skolka let, skolka zim. Hədiyyələr üçün təşəkkür edirəm. Bol olsun, bərəkətli olsunuz. Nika mənə həmişə hədiyyə göndər. Nika mənə üzük də hədiyyə eləmişdi. Evdə tapsam göstərəcəm. Elə qəşəng üzükdür. Amma bilmirəm hansı şkatulkanın içindədir. Deyəsən bunun içindədir. Gümüş deyə içində heç nə yoxdur. Qısılsın yoxdur. Qısılım yoxdur. Nikanın üzüyü hardadır? Tapsam əgər hansı şkatulkanın içinə qoymuşam, ona uyğun sonra sırğa aldım. Komplekt elədim. Nigulyamın mənə olan. Tapsam göstərəcəm. Can, çox sağ olun. Siz də həmişə yaxşı olun. Salam Həmidə Aysel. Siz də yaxşı olun hər zaman. Bayramımız da mübarək dostlar. Nikanı mən tapsam hara qoydum. Siz bir neçə şkatulkadır məndə, gümüşlər hamısı özdə. Amma hansı-hansının içindədir, vallahi bilmirəm. Nikanın sırğasını, üzüyünü göstərəcəkdim mən. Özdə elə çətin momentində mənə motivləşdirici bir üzük göndərmişdim. Amma hardadır, vallahi bilmirəm. Hansı şkatulkanın içinə qoymuşam? İnanın, birazdan adım da yadımdan çıxacaq. Şkatulkan hansının içindədir, hansı şeyin içinə soxmuşam, türkün məsələ bir Allah bilir. Buradadır. Tapsam göstərərəm. Hə, deyə Nikamın üzüyü tapdım. Sağ ol canım. Hə, siz dediniz. Mən bir ara mənim psixoloji dəqiqələrim vardı, indi də var. Nikanın da pis vaxtları idi da, Nigarımın. Nigar bizdə metisdir, yarısı bizimkidir, yarısı Almandır. Hə, ondan akazvetse baxırmış mənim psixoloji dəqiqələrimə. O vaxtda indikindən uzaq geçsin, o günlər gəlməsin, amma onkoloji olmuşdu. Baxın, nə qəşəngdir Nikamın üzüyü. Sonra götürdüm, klonunu da alacağım. Sonra götürdüm, şey elədim. Marika Silver'dən də götürdüm, sırğasını aldım. Baxın, uyğunlaşdırmışam. Can, çox sağ olun. Bu üzüyün mənəvi dəyəri çox yüksəkdir. Götürdüm uyğunlaşdırmaq üçün. Bir dənə də baxın, eyni. Heç özüm görmürəm. Eynisi, tamamilə eynisi Marika Silver'dən aldım. Baxın, oldu eyni. Mənim Nikamın hədiyyəsidir, sağ olsun. İzləyici hədiyyəsi şirin. Teşekkürlər, yaxşı ki siz də varsınız. Nə yaxşı, takip edin. Bir ara mən Instagramda takip edirdiniz, sonra yoxa çıxdınız. Bilmədim daha, hara getdiniz, nə oldu sizə, Türklər demişkən, nə oldu sana, nə oldu böyle? Nə oldu düşdü, Allah'ım. Allah'ım, neydi günahım? Hə, bilmirəm niyə. Hə, eyni atlat da mənə reydə Rahim Əflatunam. 200 nəfərlikdə səhifəm var, bir də 100K-lıq səhifəm var. Əsasən 100K-da oldum, 200K ilə belə yedəkdir. Onu əslində xına yaxdı üçün açmışdım, sonra elə oldu, heç lazım olmadı. Siz tərəflərdə, izləyicilər, evlənən filan yoxdur. Evlənən olanı mən xınaya dəvət edeyim, xuluna minnət. Şokolad da məndən qaçır. Ekran görüntüsünü beğenin. Çok sağ Maliye Can. Hediyeniz bol olsun. Cibiniz bereketli, ruzulu bereketli olsun. Canım benim. Bu arada Nika bizdə rəssamdır. Galeriya olsa da, bir sərgi olsa məni həmişə dəvət edin, gələcəm. Çox sağ ol canım mənim. Çox təşəkkür edirəm hədiyələr üçün. Allah razı olsun. Bərəkət ruzun bol olsun Nikacığım. Gələcəm sərgiyə. Mütləqa. Instagrama yazın, Nika, mən sizə nömrəmi verim. Mənim çoxdan izləyicimsiz. Ne bura direktə yazın, ya ora. Dar momentum eyləm. Nika dedi ki, biz mamamla göndərmişəm. Orada falan magazin var, gel götürüb. Yanımızda produktorun magazin. Bura yazma, bura yazma Can. Bura yazma. Bianco qeyd edeyim. Gözdən. Direktə deyirdim, burada hamı gördü canım.
Feyza, hayırdır sen bir durum? Hə, ona görə. Qeyd elədim, yazacağım birazdan. Buradan çıxanda yazacağım. Bir dəqiqə, adı qoy taq eləyim. Azə çıxır məndə adın. 26, 23, 13. Görüm düz dəqiq elədi. Hə, xacan, yazdım. Yazdım WhatsApp-a. Hə, bildim, WhatsApp-a yazdım. WhatsApp-a yazdım canım mənim. Yazdım can. Dəqiqə fon. Mənim fonum ara getdi. Hə. Can, çox sağ ol. İndi Instagramdan, buradan canlıdan çıxandan sonra baxarım. Hə, adımı əsas şey eləyin, taq edin. Asan da olsun. Yoxsa Instagram gəh sözü çıxardır followdan, gəh qalır. Günaydın canım kuzenlerim. Ya bir şey diyeceğim. Siz de bu sabah Ekran görüntüsünü tıklayaq. oğluma böyle uyanmadınız mı? Nasıl hareket? Hə, mən də tanımadığım adam yazanda bloklayıram. Bir də xarici nömrələr var ya, o Afrikadan zaten hakerlər olur ya, onları bloklayıram. Canım ya. Niye bu kadar üzüldü ki? Hani yaktığı paralar da sahte çıkmış. Öyle demişti baba. Feyza'cığım, canım kız kardeşim. Oradaki mesele para değil. Oradaki olay kahraman amcanın ahlaksız teklifini kabul etmiş olması. Anladın mı? Ya babaanne bir dur bakayım, sen hiçbiri dinlemiyor musun? Neyse ne ya. Kaç gündür başka konu yokmuş gibi sürekli bunları konuşuyoruz. Sen nerede benim sevgilim? Sevgilim yok hala. Kızım bana bak. Hiç hoşlanmıyorum o Levent denen çocuktan, haberin olsun. Benim bu ilişkiye okeyim falan yok. Çok üzüldüm. Hemen gidip ayrılayım o zaman. Sanki sana fikrin torun oldu ya. Çox sağ ol canım mənim. Yazışarıq şeydə, WhatsApp-da. Nə zaman, nə vaxt istəsən yaz günə canım mənim bir tanem. Təşəkkür edirəm hədiyyələr üçün də. Yaxşı ki varsınız. Bir daha təşəkkür. Çıxanda da hədiyyə göndərin Nikacan. Çox sağ ol canım mənim. Bərəkətli ruzunuz bol olsun. Sizin də gecəniz xeyrə qalsın. Təşəkkürlər. Günaydın kanka. Ne yapalım, biz de iyiyiz, oturuyoruz. Abi oğlum sen günaydın. Can, Mamiyə də salam deyirdim. Mamiyə keçən dəfə əziyyət verdiniz. Üzüyü gətirmək üçün. Hər dəfə yadıma düşürsünüz. Bax, inanın. Neredesin? Ya Hər dəfə mən onu taxanda, hər dəfə də deyirəm, Nika veribdi. bana biraz kimya çalıştırabilir misin? Motivasiya olubdu mənim. Benim işim var biraz ama zaten can katında kimyası çok iyi. O sana yardımcı olur. Değil mi? Ama senin notların... Zaten kütüphaneye de gitmem gerekiyor. Ve iyi dersler. Görüşürüz dersin. Bye. Senin kimya değil mi zaten ya? Evet kanka, kimyam iyi benim. Rol yaptım işte çocukla vakit geçireyim diye ama işi varmış çocuğun. Ya of, nasıl kalbine gireceğim? Niye sevmiyor beni ya? Niye sevmiyor? Ekran görüntüsünü bəyənək. Nika canım çıxdı. Diyorsun ki beni. Görürsünüz ya, Nika'nın qızlığı ilə mənə görün nə qədər hədiyyə göndərdi. Sağ olsun. Görevimi tamamlamaq üçün kimlər mənə hədiyyə göndərər. 100 dənə ürəkdən 39'un göndər. Bunlardan da 100 qalıb. Elə bir böyük pul da deyil. Ekran görüntüsündə bəyənək. Şu kravatlarını da sıkı bağlı. Sallandırma onu boynundan. Gideceğiz. Evet. Nerede olacak? Yatakta. 2 gündür kafasını kaldırmadı ki yataktan. Üf gibi takılıyor öyle. Ay zorla bunalıma soktunuz kocamı ya. Kızım sanki bizim suçumuzmuş gibi. Allah Allah. Biz ne yaptık ya? Ay artık ben onu bilmem. Onu bilmem. Konuşuyor musun? Ne yapıyorsun? Annem Allah aşkına. Kendine geldi artık ya. Ben de karnımı katıldım ya. Ne yapacağımı şaşırdım ben. Fatoş'um sen ne olacak? Tamam. Ben konuşmayı baş başa tek konuşup ayrıca. Ooo, ne olmuş burası böyle ya? Böyle depresyona girersin tabii. Buraya bak. Bu ne böyle ya? Bu ne böyle ya? Vallahi billahi. Mağara adamların şey yok. Hiçbir şey yok. Işık yok. Hiç yok ya. Koş. Kalk
Sıçtım ama haydi. Alo. Yeter yaptın kardeşim yeter ya. Ne yapıyorsun artık? Hadi. Kim var burada ekranda? Darxıram, söhbət eləyir. Birazdan çıxacağım. Leyla. Kaç gün doğrudan bile çıkmıyormuşsun. Dükkana doğru dönüyor. Merak ettik kötü mü? Ben çıkacağım da. Sevelim mi kaldı ki dışarı? Yanlış yaptık o. Hata yaptık kabul edeceksin. Ya o şerefsizlerin parasını tamah etmeyecektik. Bu kadar yani. Ha, eyvallah. Ben de hata yaptım. Kabul ediyorum bir abi olarak. Ben düşünemedim. Yani senin o kadar darda bıraktığımı düşünemedim. Onu o işte zaten. Sen niye düşünüyorsun beni? Anam mı?